Kur'anda ki, diri Allah'ın izni ilə İsa ölüləri dirildirdi. İmam Hüseynin Allah'ın izni ilə diriltmək gücü ondan az deyil ki, çox. Biz nə qədər ölüləri dirildi. Şiə inancında belə bir hədislər var ki, Hüseyin ölüləri dirildib. Və dəlil olaraq gətirirlər ki, İsa aleyhissalam ölüləri dirildirsə, bu hasant bir şeydir Hüseyin üçün. O da ölüləri dirildə bilər. Onda şiələrə sualım var. Nəyə görə analarını diriltmədi Hüseyin radiyallahu anhu? Niyə Fatimə xanımı diriltmədi Hüseyin? Niyə İmam Əlini diriltmədi Hüseyin? Hə, deyəcəksiniz ki, Allahın izni ilə dirildirdi. Tamam. Necə ki, onun yanına gəlib deyirdilər ki, sizə görə filankəsi dirilt, filankəsi dirilt və İmam Hüseyin də o filankəsi dirildirdi filankəsin xətrinə, istəyinə. Məgər İmam Hüseyin atasının, anasını sevmirdi ki, o da Allah'a dua elərdi ki, bəs sən bunları, ay Allah, diriltdin, mənim atamı, anamı da dirilt də, nə olar? Görürsən, onda belə çıxır ki, İmam Hüseyin atasının, anasını sevməyib, istəməyib. Lütfən buna cavab verin. Əlbəttə ki, yenə də sizin kitablarda sizi alladırlar bu məscid imamların vasitəsilə. Ey sənmi şiyələr, baxın, bu suallar elə belə deyil. Bu suallar həqiqətən də elə belə deyil. Bu dində qalaraq Allaha tərəf getməyəcəksiniz. Normalda bir fikirləşin də, İmam Hüseyin əgər ölüləri dirildirsə, niyə atasını, anasını diriltməyib? Deyəcəksiniz ki, bu onun istəyi ilə ola bilməz ki. Tamam, əlbəttə ki, biz də deyirik ki, o bunu edib Allahın izni ilə. Yəni bunu deyək də biz. Bunu deyək, Allahın izni ilə edib. Bəs nəyə görə atasını, anasını diriltməyib? Deyəcəksiniz ki, istəməyib ona görə. Nətər, adam atasını, anasını istəməz? Bu suala cavab verin. Amma xahiş edirəm, bir düşündürücü olaraq sual versəz, mən də cavab verəcəm. Təşəkkür. Kur'anda ki, diri Allah'ın izni ilə İsa ölüləri dirildirdi. İmam Hüseynin Allah'ın izni ilə diriltmək gücü ondan az deyil ki, çox. Biz nə qədər ölüləri dirildi. Bu mövzunu başa düşməkdən ötürü, ey şiyələr, sizdə bu güc olsaydı, əgər atanız, anavız ölsəydi, atanız, anavızı diriltməzdiniz, əlbəttə ki, dirildərdiniz. Başqa adamları diriltdiyiniz kimi də atanızı, anavızı dirildərdiniz. İndi İmam Hüseyin, o İmam Hüseyin ki, ona şiə inancına görə, şiə hədislərinə görə verilmişdi o güc, niyə atasını, anasını diriltməyib? Niyə? Düşmənçiliyi var idi. Əlbəttə ki, deyəcəksiniz, yox. Bəs onda niyə diriltməyib ki? O qədər, Hacı Şahin deyir ki, yəni o qədər ölüləri dirildib ki, onlardan da biri olardı, nə olardı ki, İmam Hüseyin və yaxud da ki, İmam Əli və yaxud da ki, anası Fatimə. Nə olardı ki? Görürsünüz, bu hədislərdən sizi başınıza alladırlar. Onun üçün şiə hədislərində Allaha aparacaq bir xət yoxdur. Əksinə olaraq, Allaha gedən yolun qabağında dayanıb şeytana aparacaq bir yoldur. Kur'anda ki, diri Allah'ın izni ilə İsa ölüləri dirildirdi. İmam Hüseynin Allah'ın izni ilə diriltmək gücü ondan az deyil ki, çox. Biz nə qədər ölüləri dirildi.